düzəldim. Məsələ də 69-cu testimiz. Çayın uzunluğu veribdir. Çayın mənbə ilə mənsəbi arasındakı təzyiq fərqi verib və meyilliyi istəyir bizdən. Meyilliyin düsturunu yadımıza salırıq. Meyillik bərabərdir düşmə bölünsün uzunluq, düzdürmü? Burada uşaqlar D düşmədir. L isə uzunluqdur. Bəs düşmə nəyə bərabərdir? Düşmə bərabərdir mənbə çıxılsın mənsəb. Düzdürmü? İndi bizə nə veribdir uşaqlar? Mənbədə təzyiq deyir 410-dur, mənsəbdə təzyiq 710-dur. Biz təzyiq fərqini tapmaqla hündürlük fərqinə çevirə bilərik. O zaman nə edirəm kənarda? 710 mm-dən 410 mm-mi çıxıram. Alıram ki, 300 mm cibə sütunu təzyiq fərqi var zirvə ilə ətək arasında, yəni mənbə ilə mənsəb arasında. Və 300 mm indi metrə çevirirəm. Yadınızdasa demişdim ki, təzyiqi metrə çevirəndə 10-a vurun, hündürlüyü təzyiqə çevirəndə 10-a bölün. Mən indi təzyiqi hündürlüyə çevirdiyimə görə 10-a vuracağım. O zaman 300 vur 10 eləyəcək 3000 metr fərq. Bu oldu uşaqlar çayın düşməsi. 3000 oldu çayın düşməsi. Eləmi? Mənə nə lazımdır? Məndən meyilliyi istəyir. Meyillik də bərabərdir düşmə bölünsün uzunluq. Düşməni təzyiqə görə tapdım. Uzunluğu isə məsələnin özündə veribdir ki, çayın uzunluğu budur. Qoyuram yerinə, həll eləyirəm. M bərabərdir 3000 düşmə bölünsün çayın uzunluğu, yəni 1500. Cavab da oldu 2. Axtarıram indiki cavabımı. Doğru cavabım oldu D variantı. Gördünüz, metr bölünsün kilometr. 70-ci sualımla davam